kombinin indi filtrini, radiatorun dönüş filtrini açırıq. Baxın. Yəni bu vəziyyətdə kombin necə işləyə bilər ki? Görürsünüz nə gündədir. Bunun üçün mütəmadi olaraq sistemi yuduzdurmaq lazımdır, kombin sistemini. Buna görə bizim servisə müraciət edin. Baş. Bağlan. Palçıq əmələ gəldi otağımız. Radiatorun içindən çıxanlara baxın. Baxın ətrafa. Kanatların ağzına baxın. Palçıqları görürsünüz. İstədiyimiz demək olar ki 70%. Buna görə itir və daha çox qaz pulu gəlir. Qaz sərfiyyatının azaldılması üçün kombi radiatorları yuyulmalıdır. Soğuk su xəttədir bu. İçindən çıxanlara baxın. İsti suyunuz gəlmirsə, soğuk su naporla gəlir, amma isti su zəif gəlirsə, təzyiq yoxdursa, bax, söküntülərə baxın. Sintezdə valihdir, müşayiətdə ilkindir, nağarada pərvildir, udarlıqda hakimdir, itarada turaldır, çəkilişdə vuraqdır, tamadamız məhərdir. Salam əziz və dəyərli izləyicilərimiz, müştərimizin şikayəti o idi ki, radiatorlarımız yaxşı qızmır. Hal-hazırda söktüyümüz filtrin nə vəziyyətdədir? Usta ilkin yenə radiatoru qızdırdı. Radiatorlarımıza tam istilik getmir, yəni bunu göstərmək istəyirəm sizə, baxın. Açmışam. Nə vəziyyətdədir? Bu vəziyyətdə radiatorlar isinə bilməz heç bir zaman. Görsəm, Esad kanalı o tərəfindən bir tərəf görsəm, baxın, diqqətlə. Açıldı her radyatörlarda. Aha bu hatta böyle zildi kaldırıyor. Nasıl radyatörlerden mi? Seksiyeli yoksa panik. Ya problem yoktu. Hamısı bu vəziyyətlərdir.
Görürsünüz kommunikasyon tökənlərə baxın. Kombi sistemindən tökənlər baxın. Hörmətli izləyicilərimiz, mütəmadi olaraq radiator sistemləri 2 ildə bir, ən azı 2 ildə bir yuyulub təmizlənməlidir. Radiator sistemindən tökülənləri görürsünüz nə vəziyyətdədir.